Salam, qarşılıqlı əlaqəsi deməli DİM-test toplusu 2025-in birinci hissəsi. Birinci sualımıza baxaq. Mayıllanmada tozcuğun deyir ki, spermisi iştirak edən bitkiləri müəyyən edin. Burada da bizə örtü toxumları nəzərdə tutur. Örtü toxumlarda bildiyimiz kimi 2 spermisi, çılpaq toxumlarda isə 1 spermi iştirak edir. Və doğru variantımız burada E variantı olmuş olacaq. İkinci suala baxaq. Birləpərlər sinfinə aiddir. Birləpərlər sinfinə qarğagözə aiddir. 3. Erkəkliklərin sayı çiçək yanlığını təşkil edən yarpaqcıqların sayına bərabərdir. Çiçək yanlığını təşkil edir kasa yarpaqları və ləçəklər. Kasa yarpaqla ləçəyin cəmi deyir erkəkliklərin sayına bərabərdirsə, deməli bu zambaqda ola bilər. Çünki həm də yarpaqcıqlar deyir, kasa yarpağı ləçək olmur. Burada yarpaqcıq olur. Yarpaqcıq 6-dır. Erkəklik də sayı 6-dır və bir-birinə bərabərdir. Dördüncü sualımıza baxaq. Sərbəst ləçəklərə və sadə çətir çiçək qrupuna malik olan bitki burada gül çiçəklər fəsiləsini nəzərdə tutur. Albalıdır. 5. Badımcan çiçəklərlə zambaqlar fəsiləsinin əksər nümayəndələrinin oxşar cəhəti meyvə tiplərinin eyni olmasıdır. Çünki badımcan çiçəklərdə də zambaq fəsiləsinin əksər nümayəndələrində də meyvələri qutucuq meyvə və gilə meyvədir. 6-cı sualımıza baxaq. Hansı fəsilələrin nümayəndələrinin meyvələri eyni tipdə olur? Eyni sualdır demək olar ki, burada badımcan çiçəklər və zambaqlardır. Hansı fəsiləyə daxil olan bitkilər üçün sadə çiçək yanlığı, gilə meyvə və yaxud da qutucuq meyvə səciyyəvidir? Yenə də deməli burada zambaqları götürə bilərik. Sadə çiçək yanlığı dediyi üçün 2 qat çiçək yanlığı desəydi, badımcan çiçəkləri götürərdik. 8-ci suala baxaq. Arı hansı bitkidən nektar toplaya bilər? Arılar ümumiyyətlə həşəratlar bal verən bitkilərdən. Bal verən bitkilər də xaç çiçəklər fəsiləsində olur və burada da A variantında olan kələm xaç çiçəklər fəsiləsinə aiddir. 9. Zambaqlar, mürəkkəb çiçəklər, xaç çiçəklər, badımcan çiçəklər fəsiləsinin nümayəndələrinə uyğun olan meyvə tiplərinin ardıcıllığını müəyyən edək. Zambaqlar bayaqki testlərimizdə də dediyimiz kimi həm gilə meyvə, həm qutucuq meyvədir və yaxud da qutucuq meyvədir. Mürəkkəb çiçəklər deməli toxumca meyvədir. Xaç çiçəklər buynuz və yaxud da buynuzcuq meyvədir. Badımcan çiçək də yenə də gilə meyvə və ya qutucuq meyvədir. Bu da A variantımıza uyğun gəlir. Bunlar əzbərə hissələrdir, əzbərləmək lazımdır. 10-cu sualımıza baxaq. Verilmiş fəsilələrin hansında yalnız bir tipdə meyvələr olur? Burada badımcan çiçəklərdə deməli qutucuq və gilə meyvədir, 2 cür oldu. Bunu çıxdıq. Paxlalarda yalnız paxla meyvədir. Gül çiçəklərdə amma çox olur. Məsələn, deməli əriyi, şaftalını götürsək çərdək meyvədir. Sonra itburnunu götürsək fındıqcıq meyvədir. Ona görə də bu da çox oldu. Xaç çiçəklərdə buynuz və buynuzcuqdur. 2 cür oldu. Mürəkkəb çiçəklərdə yalnız toxumca meyvədir. Taxıllarda yalnız dən meyvədir. 1 cür oldu. Deməli D variantımız uyğundur. Badımcan çiçəklərdə də yenə həm qutucuq meyvə, həm gilə meyvə var. Taxıllarda da 1-dir. Deməli E variantda uyğun olmadı. 11-ci sualımıza baxaq. Nə deyir bizə? Dəvədabanı, vələmir, dəlibəng, yonca, quduzotlu bitkilərindən aid olduğu fəsilələrin düzgün ardıcılığı. Dəvədabanı mürəkkəb çiçəklərə aiddir. A variantını silirəm, C-ni silirəm. Sonra vələmir taxıllara aiddir. Deməli B-ni də sildik. Qaldı D və Y variantı. Dəlibəng badımcan çiçəklərə aiddir. Badımcan çiçəklərə aiddir və yonca paxlallara aiddir. Quduzotu isə xaç çiçəklərə aiddir. D variantımız uyğun gəlir. 12. Meyvə tipinin adı bitkinin öz adına uyğun olanlar deməli paxlallara aiddir. Paxla meyvədir. D variantımız uyğun gəlir. 13. Hansı fəsilərin bütün bitkilərinin yumurtalığında yalnız bir ədəd yumurtacıq vardır? Deməli bu bir toxumlu meyvələrdir. Burada mürəkkəb çiçəkləri, yəni bir yumurtacığı olmalıdır. Mürəkkəb çiçəkləri misal göstərə bilərik. C variantımız uyğun gəlir. 14. Sadə salxım çiçək qrupuna malik kökümsov gövdəlidir. Çox illik bitkidir. Çiçək formulu C6, Y6, D1-dir. Dərman bitkisi kimi istifadə olunursa, sadə salxımdırsa, bu may inci çiçəyidir və zambaqlar fəsiləsinə aiddir. E variantı. Yarpaq ayası qın əmələ gətirir. Bu taxıllardadır. Burada taxıllarda B variantına uyğun gəlir. Buğdaya. 16-ya baxaq. Mürəkkəb çiçəklər, xaç çiçəklər, taxıllar
fəsiləsi nümayəndələrinə uyğun olan çiçək qruplarının ardıcıllığını bizdən istəyir. Deməli, mürəkkəb çiçəklər səbətdir. A variantını silirəm. E variantında silirik. Xaç çiçəklərdə salxımdır. Salxım çiçək qrupu. Deməli, bunlar da getdi və taxılarda mürəkkəb sümbüldür. D variantımız uyğun gəlir. 17-yə baxaq, quş həbbəyi, çoban yastığı və alma ardıcıllığına uyğun olan çiçək qruplarını yenə də müəyyən etməyi istəyir bizdən. Quş həbbəyi salxımdır, çoban yastığı mürəkkəb çiçəklərə aiddir, səbətdir, alma da sadə çətirdir. Deməli, D variantımız uyğun gəlir. Mülasirələrdən hansı düzgün deyil? Örtük toxumlar dırmaşan və sürünən gövdələrə malik ola bilərlər. Doğru fikirdir. Məsələn, lobiyanı, sonra çiyələri misal göstərə bilərik. Örtük toxumlarda 2 qat mayalanma prosesi gedir. Doğru fikirdir. Örtük toxumların deməli, çiçəklərin formasının, rənginə, yarpaqların ölçüsünə görə eynidir. Xeyr, eyni deyil, fərqli olurlar. Doğru variantımız C-dir. Örtük toxumlar xarici görünüşlərinə görə müxtəlifdir. Doğru fikirdir. Örtük toxumlar çiçəklənmə vaxtlarına görə müxtəlifdir. Doğru fikirdir. 19-cu suala baxaq. Zambaq, mürəkkəb çiçəklər, taxıllar, badımcan çiçəklər fəsəllərinin nümayəndələrinə aid olan meyvə tiplərinin ardıcıllığını müəyyən edək. Zambaqda qutucuq və ya gilə meyvədir. Qutucuq və ya gilə meyvə. Deməli, C variantını silirəm. Sonra, mürəkkəb çiçəklərdə toxumca meyvədir. Toxumca meyvədir. Deməli, hələ ki davam edir. Taxıllarda dən meyvədir. Badımcan çiçəklərdə də yenə qutucuq və yaxud da qutucuq və ya bu variantda silək. Gilə meyvədir. E variantı doğru variantımızdır. Təkrar suallardır. 20-ci suala baxaq. Hansı fəslənin nümayəndələrin çiçəklərində 6 erkəkcik olur? Paxlallarda 10 ədəd olur. Badımcan çiçəklərdə 5. Taxıllarda 3. Zambaqlarda 6. Zambaqlarda 6. Xaç çiçəklərdə 6. C-də uyğun gəldi. Xaç çiçəklərdə 6, badımcan çiçəklərdə 5, mürəkkəb çiçəklərdə 5, zambaqlarda 6. 21-ə baxaq. Fəsillərin hansı nümayəndələrində çiçəklər əsasən saplaqsız olur? Məsələn, mürəkkəb çiçəklərdə saplaqsız olur. D variantı uyğun gəlir. Eyni zamanda taxıllarda da saplaqsız olur. 22-yə baxaq. Əksər hallarda çiçəkli bitkilərin yalnız bir sinfi üçün səciyyəvidir. Çiçəkli bitkilərin 2 sinfi var. Birləpəllər sinfi və ikiləpəllər sinfi. Yəni bu ikiləpəllər sinfi. Yəni bu ikisindən birinə uyğun olan burada 2 qat çiçək yanlığıdır. 2 qat çiçək yanlığı ikiləpəllər üçün uyğundur. 1 qat sadə çiçək yanlığı isə birləpəllər üçün uyğundur. Deməli 22-də B variantıdır. 23-də isə C variantıdır. 24-cü tapşırığımıza baxaq. Bitkilərdə çiçəklərinin kasa yarpağı, ləçəyi və erkəkciklərin say nisbəti bərabər olmalıdır. Zambaqlarda kasa yarpağı yoxdur, ləçək yoxdur, sildik. Mürəkkəb çiçəkdə kasa yarpağı yoxdur. Xaç çiçəkdə kasa yarpağı K4, L4, erkəkcik isə 6-dır, deməli bu da deyil. Badımcan çiçəklərdə K5, L5, erkəkcik 5-dir, doğru variantımız D-dir. Gül çiçəklərdə isə K5, L5, erkəkcik isə çoxluqdur, sonsuz. Deməli, düzgün variantımız D variantı. 25-ə baxaq. Xaç çiçəklər fəsləsinə aid olan bitkilərdir. Xaç çiçəklər fəsləsinə aid olan. Yonca aiddir, paxlallara aiddir, quş əhbəyi aiddir. Turp aiddir, 3-ü yazıram. Akasiya paxlallara aiddir, yazmırıq. Lobiya paxlallara aiddir. Soğan zambağa aiddir. Kələm aiddir xaç çiçəklərə, yazdıq. Pomidor badımcan çiçəklərə aiddir. Qarğıdalı dəm meyvə taxıllara aiddir. 10 xardal aiddir. İtburnu gül çiçəklərə aiddir. Quduz otu da xaç çiçəklərə aiddir. 2, 3, 7, 10, 12. E variantımız doğru variantdır. 26-ya baxaq. Mürəkkəb çiçəklər fəsləsinə aid olan bitkilər. Turp xaç çiçəklərə aiddir. Günəbaxan aiddir. Seçirəm. 3 qarğıdalı taxıllara aiddir. Göy çiçək, mürəkkəb çiçəkdir, yazdım. Soğan zambağa aiddir. Lobiya paxlallara aiddir. 7 mürəkkəb çiçəklərə aiddir. 8 alma gül çiçəklərə aiddir. 7-ni yazdım. 8-də yazdım. 9 eşək qanqalı
aiddir mürəkkəb çiçəklərə, çoban yastığı aiddir, pomidorla badımcan da badımcan çiçəklərə aiddir. Deməli 2, 4, 7, 9, 10. A variantımız düzgün variantdır. 27-ci sualımıza baxaq. Deməli C6, E6, D1, soğan. Soğanın meyvəsini bizdən soruşur. Soğanın meyvəsi qutucuq meyvədir. Aşağıda neçə fəslənin nümayəndələri verilmişdir? Quş əppəyi verilib bizə. Quş əppəyi xaç çiçəklərə aiddir. İnci çiçəkləri zambağa aiddir. Aloe zambağa aiddir. Ağbaş kələm xaç çiçəklərə aiddir. Kartof badımcan çiçəyə aiddir. Baş soğan zambağa aiddir. Sarımsaq zambağa aiddir. Quduz otu xaç çiçəklərə aiddir. Deməli, bizdən neçə oldu? 1, 2, 3 fəslə. B variantımız doğru variantdır. 29-a baxaq. 2 müxtəlif fəslədən olub, birində əksər erkəkçiklərin saplaqları, digərində isə tozuqları birləşmiş olan bitki. Bu, deməli, paxlallara aiddir. İkinci tozuqları birləşən isə mürəkkəb çiçəklərə aiddir. Burada da D variantımız uyğun gəlir. Paxlallara aiddir, az sırada mürəkkəb çiçəklərə aiddir. 30-a baxaq. Meşə gilası, dəvə dabanı, albalı, inci çiçəyi. Bu ardıcıllığa uyğun çiçək qruplarını. Bu da əzbərə söykənən bir sualdır. Meşə gilası saxım çiçək qrupudur. B variantı ələndi. Dəvə dabanı səbətdir. Bu variantlarda getdi. Albalı sadə çətirdir. Və inci çiçəyi də salxımdır. Deməli, A variantımız doğru variantdır. 31-ə baxaq. Əksər hallarda yarpaqların damarlanmasına görə bitkiləri hansı sistematik qrupa daxil etmək olar? Sinifə aid etmək olar. Çünki birləpəllər sinifində damarlanma paralel və yaxud da qövsvari olur. Kiləpəllərdə isə torvari damarlanma olur. 32-ci testimizə baxaq. Hansı sırada örtü toxumlu bitkilərin fəsilələri çiçəkdəki erkəkçiklərin sayının artması ardıcıllığı ilə verilmişdir? Xaç çiçəklərdə 6-dır, badımcan çiçəklərdə 5-dir, gördüyümüz kimi azaldı. Taxıllarda 3-dür, badımcan çiçəklərdə 5-dir, zambaqlarda 6-dır, paxlallarda 10-dur, gül çiçəklərdə isə daha çoxdur. Doğru variantımız B-dir. Gül çiçəkdə yenə çoxdur, çoxdan aza doğru gedir, C variantı ələndi. Paxlallarda 10-dur, gül çiçəkdə daha çoxdur, artır. Sonra da zambaq 6-dır, enir. Bu da aid deyil. Xaç çiçəklər 6, paxlallar 10, gül çiçəklər daha çox, mürəkkəb çiçəklər 5, yenə azalır. Bu variantda doğru deyil. 33-ə baxaq. Çox toxumlu quru meyvələri olan və həşəratla tozlanan bitkidir. Bu, çox toxumlu quru meyvələri olan, məsələn, paxla meyvə ola bilər, sonra buynuz meyvə ola bilər. Həşəratla tozlanan bitki də dediyi üçün bu xaç çiçəkləri xas olan bir əlamətdir. Buradan da E variantımız turp uyğun gəlir. 34-ə baxaq. Çiçəyində erkəkçiklərin sayı eyni olan bitkilərdir. Kələm xaç çiçəklərə aiddir 6, dəlibəng badımcan çiçəklərə aiddir 5, kartof badımcan çiçəklərə aiddir 5, noxud paxlallara aiddir 10, inci çiçəyi zambaq da 6, sarlı qotu xaç çiçəklərə aiddir 6, deməli C variantımız uyğun gəlir. Albalı gül çiçəklərə aiddir çox, quş əhbəyi xaç çiçəklərə aiddir 6, soğan zambaq 6-dır, cavalı da yenə çox aiddir. Cavalı da gül çiçəklərə aiddir. 34 C variantı. Və 35-ci sualımıza baxaq. Diaqramda müxtəlif fəsilələrə, yəni mürəkkəb çiçəklərə, taxıllar, xaç çiçəklər, zambaqlar, paxlallara aid bitkənin erkəkçik sayı göstərilir. Mürəkkəb çiçəkdə 5-dir, taxıllarda 3-dür, xaç çiçəkdə 6-dır, zambaqda 6-dır, paxlallarda isə 10-dur. Və bizə deyir ki, diaqramı əsasən hansı fəsilələrin bir ləpəli və ya iki ləpəlilər sinifinə aid olduğunu müəyyən etmək olmur. Burada eyni olanlar gördüyümüz kimi xaç çiçəklərdir, bir də zambaqlardır. Zambaqlar bildiyimiz kimi bir ləpəlilərə aiddir. Xaç çiçəklər isə iki ləpəlilərə aiddir. Ona görə də 6 rəqəmi ilə olan D və F-i aid etmək olmur ki, D xaç çiçəklərdir, yoxsa zambaqdır və yaxud da F xaç çiçəkdir, yoxsa zambaqdır. B variantımız 35-də düzgün variantdır. 36-ya baxaq. Təkamül prosesində ilk dəfə örtülü toxumlu bitkilərdə yaranmışdır, yəni çiçəkli bitkilərdə. Əsas köyüt çapaq toxumlar əmələ gəlib.
Erkəcik çiçəkli bitkilərdə əmələ gəlmişdir. Sonra çiçək çiçəkli bitkilərdə əmələ gəlmişdir. Toxum əvvəl əmələ gəlib. Yumurtalıq yenə örtü toxumlarda əmələ gəlmişdir. Meyvə də həmçinin. 2, 3, 5, 6. 37-ci sualımıza baxaq. Hansıların meyvəsində toxumlar ara kəsmə üzərində yerləşməsəydi, yəni buynuzluq meyvədən söhbət gedir və ya buynuz meyvədən, yer fındığının meyvələrinə oxşayardı. Yəni bizə deyir ki, buynuz meyvələri seçək. Buynuz meyvə burada 1, lobya paxla meyvədir, buğda dən meyvədir, quduz otu, bəli, xaç çiçəklərə aiddir, xardal xaç çiçəklərə aiddir, noxud da paxlalılara aiddir. 1, 4, 5. 38-ci sualımıza baxaq. Qarğıdalının süpürgə çiçək qrupu bildiyimiz kimi erkək çiçəkdir. 3 çiçəyində və günə baxan 2 borucuq şəkilli çiçəyində erkəkcik və dişiciklərin cəmini tapaq. Süpürgə çiçək qrupu bir çiçəyində 3 erkəkcik varsa, 3 çiçəyində 9 erkəkcik, dişicik isə olmayacaq süpürgədə. Günə baxan 2 boru şəkilli mürəkkəb çiçəklərə aiddir. Bir çiçəkdə 5 ədəd erkəkcik varsa, 2 çiçəkdə 5-ə vuracaq 10 dənə erkəkcik və bir dənə də bir çiçəkdə bir dişicik olduğuna görə 2 çiçəkdə 2 dənə dişicik olacaq. Cəmini tapanda edir 21 toplayanda. 39-a baxaq. Qarğıdalının süpürgə çiçək qrupunun 2 çiçəyində erkəkcik və dişiciyin cəmi. 2 çiçəkdə, bir çiçəkdə deməli 3-dürsə, 2 çiçəkdə eləyəcək 6, üstünə gəlirəm. Dişicik yoxdur. Süpürgə çiçək qrupunda 0-a gəlirəm. Günə baxan 3 boru şəklində erkəkciyi 3-ü 5-ə vuracam. 15 və üstə gələk 3 də dişicik. Cəmi eləyir 24. Və 40-cı suala baxaq. Verilmiş bitkinin çiçəyindəki erkəkciklərin sayının azalması ardıcıllığı ilə çovdar taxıllara aiddir, deməli 3, inci çiçəyi zambaqlara aiddir 6, eşək qanqalı mürəkkəb çiçəklərə aiddir 5, yonca isə paxlalılara aiddir 10. Deməli, azalma sırası ilə düzsək, birinci 4, sonra inci çiçəyini yazacağım, sonra eşək qanqalını, axırda da çovdarı. 42, 31. Və sonuncu, verilmiş bitkinin çiçəyindəki yenə erkəkciklərin sayının azalması. Çəltik dən meyvədir, taxıllara aiddir 3, çöl xardalı xaç çiçəklərə aiddir 6, zəncir otu mürəkkəb çiçəklərə aiddir 5, akasiya paxlalılara aiddir 10. Azalma sırası ilə yazsaq 4, 2, 3, 1. Bu qədər.